Bu şəraiti mənə yaratdığı üçün Teymur Eynbəyliyə təşəkkür edirəm. Azərbaycanda bütün orqanlara, ali qurumlara yüzlərlə şikayət məktubları göndərmişəm. Təəssüflər olsun ki, mənim məktublarıma cavab verilməyibdir, nə də heç bir tədbir görülməyibdir. Son çarə olaraq Teymur Eynbəyliyə müraciət eləmişəm. Hal-hazırda sözümü Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə çatdırmaq üçün Teymur Eynbəylinin kanalından istifadə edirəm. Özü təqdim eləyin, harada yaşayırsınız? Özüm Azərbaycan Respublikasının Tovuz rayonunda yaşayıram. Tovuz rayonunun Qovlar şəhərində yaşayıram. Deməli, İctimai nəzarətçiyəm, fəallardanam. İctimai Nəzarət Qərb Region TV-nin rəhbəriyəm. Harada məmur özbaşınalığı var, mən orada varam. Kimin hüquqları pozulur, mən yenə orada varam. Çalışıram ki, hüquq pozulan insanların köməyində durum, onlara yardımcı olum, onların şikayətini ali qurumlara çatdırım. Çatdıra bilirsinizmi? Çatdırsam da əvvəllər bir 70% çatdırırdım, indi demək olar ki, 100-dən 10%-ni çatdıra ya çatdıramaya bilərəm. Yəni, ona görə şikayətlərə baxılmır. Heç bir yerdə Azərbaycan Respublikasında şikayətlərə baxılmır. Amma Vaqif bəy, İlham Əliyev deyir ki, ictimai nəzarət istəyir, deyir ki, mənə xəbər verin, mənə bildirin. Mən sizə ictimai nəzarət olan yerdə kömək edəcəm. Buyurun, görün nə deyir? Bir nəzarət mexanizmi olmalıdır. Mən indi vətəndaşlara daim müraciət edirəm ki, ictimai nəzarət haqqında yavaş gedir bu proses, yavaş, hələ öyrəşməmişik. Baxın, 30 neçə ildir? 33 ildir deyir ki, yavaş gedir, proses hələ öyrəşməmişik. İndi yenə də davam edək. Deyirik ki, deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi prezident administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər gizlədirdilər bəzilər. Əvvəllər kimdən ki şikayət edirlər, ona göndərirdilər. O da sonra həmən o şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Bu təxminən Vaqif bəy, bu video nə vaxt deyilir burada? Yəni ki, bir neçə ay əvvəl. Yox, bir neçə ay əvvəl deyil. Bu məncə, əgər səhv eləmirəmsə, 2024-cü ilin sentyabr ayından o ki seçkilər oldu, parlament seçkiləri. Bəli. Parlament seçkilərindən sonra parlamentin ilk açılışıdır ya da İlham Əliyevin özünün prezident təyin olunduğu, 2 ildə təyin olunduğu vaxtdır. Yəni o vaxtlardır. Çünki tez-tez Milli Məclisə gəlmir, amma 2 dəfə gəlibdir, yəni son o dövrdə gəlibdir. Orada ya yeni seçilmiş millət vəkillərinə istinadən deyir, onlara deyir, tapşırıqlar verir, ya da ki özünün seçkiləri var. Yəni bu ikisindən biridir. Burada yəqin izləyicilərimiz də yazarlar. Orada deyir ki, indi prezident aparatda yeni ab-hava var. Yeni ab-hava. Bəlkə indi yazasınız. Yəni o il yarımından bu il ərzində yazmışsınız mı İlham Əliyev üçün? Mən belə deyim də, saysız şikayət məktubları ünvanlamışam. Ona görə ki, Respublikada Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi var. İcra Baş İdarəsinin Tovuzda şöbəsi var. Həmin şöbə insanları əzir, çox incidir. Rüşvət almamış heç bir iş görmür. Yəni, məhkəmə işini icra eləmir. Gərək rüşvət verəsən ki, səni işini icra eləsinlər. Mən belə deyim ki, bir məktub yox, heç olmasa, heç yazmasam, 40-50 məktub yazmışam. O məktubların da ki, göstərə bilərəm burada. Bu məktublar gəlir Ədliyyə Nazirliyinin Şəmkir Regional İdarəsinə. Şəmkir Regional İdarəsi də bir dənə burada tarix dəyişməklə, burada bax, göstərilir burada tarix. Burada aşağıda var tarix, burada. Yəni, bir dənə tarixi dəyişir. Demək olar ki, bax, bu cavab məktubu 13.1.2026-cı ildə mənə cavab məktubudur. Prezident aparatından mənim şikayətimi göndəriblər Ədliyyə Nazirliyinə. Ədliyyə Nazirliyi də ötürdü, göndəribdir Şəmkir Regional Ədliyyə İdarəsinə. O da göndərib mənim məktubumu, şikayət məktubumu Tovuz İcra Şöbəsinə. Yəni, bu məktubun biri. Sonra eyni məktubdur, bir dənə burada ancaq tarix dəyişilibdir. 30-cu birinci ay. Məzmun dəyişdir.
Məzmun heç nə dəyişmir. Bir dənə tarix dəyişir burada. Bax burada tarix var. Bax burada. Burada tarix var. Bir dənə tarix dəyişirlər, göndərirlər. Başqa heç nə dəyişmirlər. Ayağında da yazırlar ki, mən şikayət edirəm Tovuz İcra Şöbəsindən. Onlar da mənə yazırlar ki, Tovuz İcra Şöbəsinin nəzarətindədir. Mən bunlardan şikayət edirəm. Onlar məktubu müqavilələri göndərirlər. Nətər ki, prezidentimiz deyir ki, sonuncu adama göndərirlər şikayətləri. Sonuncu da bizi əzir. Bu da üçüncü məktubları. Bax, eyni ilə. Onu da bugün almışam. Məzmun eyni, sadəcə tarix dəyişir. Bəli, bəli, tarix dəyişir. Yəni ki, başdan soğudu. Nəsə allatmaq kimi də, məsələn, belə götürəndə elə bil ki, bir insana, bir ikinci sinif uşağını, birinci sinif uşağını nəyinəsə alladırlar. Bunlar da həmin məktubları götürür, göndərirlər şikayətçiyə ki, sənin şikayətinlə maraqlanıbdır. Əgər bu şikayətlə maraqlanmış olsaydılar, demək olar ki, 7 aydır. 7 ay bundan əvvəl qərardat qəbul olunubdur. O qərardad icra olunmur. Halbuki o qərardadın sonunda yazılır ki, qərardat dərhal icra olunmalıdır. Amma təəssüflər olsun ki, qərardat icra olunmur. Bu da o şikayət məktublarının cavabı. Değerli dostlar, mən üzr istəyirəm Vaqif bəy. Yaxın oturun, bəyənin, paylaşın. Vaqif bəy bu 15-20 dəqiqə ərzində bəlkə də biraz daha az bu problemlərlə bağlı danışacaq. Həqiqətən əslində Vaqif bəy o regionda yeganə bu insanlara kömək edən şəxsdir. Demək, Tovuz, Şəmkir, Qazax, hətta Gəncədən belə Vaqif bəyin yanına gəlirlər ondan kömək almağa. Özü də ofisdə yerləşir Tovuz rayon şəhərin mərkəzində. Qovlarda, bəli, Qovlar şəhərində və mənə dəfələrlə Vaqif bəyin kömək elədiyi insanlar zəng ediblər. Bizim keçənlərdə efirimizə Vaqif bəy test çıxırdı. Keçənlərdə efirimizə çıxdıqdan sonra telefon nömrəsindən qoyur ki, bəs buyurun mənə müraciət edin, yardım göstər. Hətta Vaqif bəy öz başından minib ucqar kəndlərə belə gedib insanların elektrik dirəklərindən bağlı ki, elektrik dirəkləri aşıb, dayıların onun üzərdən yoxdur, meşə qırılır, nə bilim mən başqa qaz çəkilmə, bu problemlərin hamısından bağlı Vaqif bəy hər zaman insanların qulluğundadır. Özü də bir qəpiksiz, bir qəpik belə almadan, bəzi hallarda məsələn görürsən ki, kağız qələm pul ola bilir ki, bilmirəm, bu da olur yoxsa yox. Təmənnası bu insan yardım göstərir hər kəsə. Və mən sizdən o regionda olan insanlardan da istəyirəm, əgər çətininiz olursa Vaqif bəyin yanına gedin, Vaqif bəy sizə ərizə yazmaqda və digər məsələlərdə kömək eləsin. Yəni, şikayətinizi bəzi istiqamətlərə yönəltməkdə, sosial təminat məsələsində, uşaq pulu, təbii ki, ölkəmizdə uşaq pulu yoxdur, amma sosial təminat olması məsələsində Vaqif bəy sizlərə kömək eləsin. Mən istəyirəm indi bir videonu da qoyan dəyərli Vaqif bəy və o videoda baxaq, baxın görün, burada nə deyir İlham Əliyev. İlham Əliyev burada deyir ki, İnsanlara diqqət göstərmək, bunların qaygıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. Bütün kəndləri bir-bir gəzib, orada insanlarla kəndlərdə təmasda olmaq. Baxın, kəndlərdə bir-bir gəzin, kəndlərdə təmasda olun. İnan ki, bu İlham Əliyevin dediyi bu sözlərdən sonra kəndlərə hücum çəkirlər, kəndliləri incidirlər, kəndlilərin başına oynasınlar. Ki, deyir, kəndlərdə olun, insanlara kömək edin. Kömək də odur ki, pullarını əlinə alırlar. Bir traktor bir yana çıxdı mı, nə bilim mən biri ev tikdim, bir tualet tikir, bir nə tikir, cəmaatın başına 152 milyon oynasınlar və bu günlərdə Beyləqan rayonundan mənə zəng eləmişlər bununla bağlı, bildirirlər ki, biraz bizim efirlərdən deyəndə, belə şeylər deyəndə çəkilirlər, bir həftə 10 gün olurlar. Sonra elə ki, bir həftə 10 gün keçir arada yenə cumurlar kəndə bu polislər, nə bilim mən polislərin yanında da müxtəlif qaz idarəsi, su idarəsi, nə bilim mən işıq idarəsi, hamısı cumurlar kəndə, kəndlərin başına oynasınlar, əsasən də Beyləqan rayonunun polisləri. Və indi digər rayonlardan da məlumat oldusa, çatdırın bizə, onlara deyək dəyərli dostlar. Və faktlarla, konkret faktlarla deyin ki, biz bu faktları açıqlayaq, ortaya qoyaq. İlham Əliyevə qulaq alsaq görə nə deyir? Mənim tələblərim bundan ibarətdir və hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun,
Mənim təlimatlarım bundan ibarətdir. Əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəğmən bəzi məmurlar bu göstərişləri yerinə yetirmə əvəzinə ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər. Qanunsuz varlanmaya üstünlük verirlər. Deməli, dəyərli izləyicilərimiz, bir şeyi də xatırladım. Mən indi yenə də Vaqif bəyə imkan verəcəm, danışsın. Baxın, Nəsimi rayonuna bu yaxınlarda bir icra başçısı təyinləmişdilər. Adını da burada yaza bilərsiniz. Əgər bizim trollar imkan versələr, yazın adlarını. Adını yazın daha doğrusu. Nəsimin icra başçısı təyinləmişdilər. Ondan o qədər pul almışdılar ki, o bədbaxt oğlu gələn kimi bütün obyektlərə cunmuşdu, hər yerə cunmuşdu və o qədər ağın çıxartdı. Axırda gördük də belə bu qədər şəhərin mərkəzində, Bakı mərkəzində bu qədər həyasızlıq olmaz. Bir aydan sonra işdən azad elədilər o icra başçısı. Yəni İlham Əliyev bir aydan sonra azad elədi. Yəni o qədər bu adamdan çoxlu pul alıblar, o vəziyyət təyin ediblər və o da gəlmişdi pulunu çıxartsın və bir aya deyəsən o verdiyi pulu çıxardıbdı. Yəni cəmaatın canından çıxartmışdı o bir aya pulunu və yaxud da ki, bilmirəm hansı şəkildəsə, amma bir aya gördük çox ağ eləyib, bir aya vəziyyətdən azad edilirlər. Sizin rayonda vəziyyət nətərdir? Buyurun Vaqif bəy. Həm rayon icra hakimiyyətlərindən danışın, həm məhkəmə sistemləri nə cürdür? İnsanlara durumu nədir? İnsanlara sosial təminat verilir. Buyurun. Mənim bugünkü mövzum ədliyyə sistemindəki rüşvətxorluqdur. Buyurun deyək, buyurun. Məhkəmə sistemindəki boşluqlardır, süründürməçilikdir. Bir məhkəmə binasında qonşu otaqlarda oturan hakimin biri bir qərar qəbul edir, digəri başqa qərar qəbul edir. Yəni bu da məhkəmə sistemində olan boşluqlardan irəli gəlir. 3 ildir məhkəmələrdə ötür oynadı. Şikayətlər haqqında da ilk növbədə dedim, bu 3 ildə demək olar ki, məhkəmə sistemində heç bir iş bizim tərəfimizdən, bizə qarşı, yəni bizim lehimizə qərar qəbul olunmuyubdur. Halbuki orada yerləşən ferma binası mənim mülkiyyətimdir. Torpaq sahəsi 30 hektar bələdiyyənin mülkiyyətidir. Bələdiyyə də şikayətlər ünvanlayır, mən də şikayətlər ünvanlayıram. 3 ildir həm bələdiyyə, həm mən öz torpağımıza və yaxud da ki, binamıza, mülkiyyətimizdə olan binaya sahib ola bilmirik. Bu da nədən irəli gəlir? Ədliyyə Nazirliyinin nəzdində icra baş idarəsi var. Bu baş idarəsinin də nəzdində Tovuz icra və probasiya şöbəsi var. Tovuz rayon məhkəməsi 16 may 2025-ci il tarixdə qərardat qəbul elədi. Pənah Vilqar Məzahiroğlu'na 30 hektar torpaq sahəsindən istifadə etmək qadağan olundu. Qərardat dərhal icra edilsin tələb olundu. Pənahov İlqar Məzahiroğlu, Məzahir Pənahov nə oldu? Yox, bu başqa adamdır. Şəmkir rayon sakinidir. Şəmkir rayon sakinidir. O gəlib, düzdür, mənim razılığımla gəlib mənim fermama daxil olubdur. İndi də 3 ildir ki, deyir, bura mənimdir, bura mənim atamın yurdudur, ailəsindən, uşaqlarla gəlib orada olur, çıxmır. Bu da ki, məhkəmə qərar qəbul eləsə də, məhkəmə düzgün qərar qəbul eləmir. Ona görə də hələ 3 ildir ki, nə bələdiyyə öz torpağına sahib ola bilir, nə də ki, mən öz ferma binama sahib ola bilirəm. Bu da məhkəmələrdəki boşluqdan irəli gəlir. Heyvanlar sizinkilərdir benim. Nə cür? Sizin heyvanlardır oradakı heyvanlar. Xeyr, onun öz heyvanlarıdır. Şəmkir rayon sakinidir. Tovuzda gəlib fermanı zəbt edib. Bina sizinkidir, eləmi? Bəli, bina mənim mülkiyyətimdədir. Altına düşən torpaq sahəsi isə bələdiyyə məxsusdur. Bələdiyyə də məhkəməyə müraciət edibdir. Mən də məhkəməyə müraciət eləmişəm. İndi sırayla mən bunları biraz açıqlıq gətirim. Buyurun. Demək olar ki, qərardat dərhal icra olunsun. O qərardadın axırı sonunda yazılıbdır. Bu da o deməkdir ki, yəni qərardat verilən gündən icraya başlanılmalıdır. Dərhal da icra olunmalıdır. Yəni buna müddət qoyulmur. Təəssüflər olsun ki, qərardat verildiyindən 3 ay müddət ötdü. İcra probasiya şöbəsi qarşı tərəfdən rüşvət aldı. Onun üçün də
bu məsələni icra eləmədi. Məhkəmə qərardadını icra eləmədi. Həmin işlə bağlı Tovuz rayon məhkəməsində hakim yerinin təyinatının dəyişdirilməsindən bağlı orada işi baxılmamış saxladı. Buna görə də həmin qərardat qüvvədən düşdü. Yəni 3 ay müddətində əgər Tovuz rayon İcra Probaş şöbəsi o işi icra eləmiş olsaydı, bugünkü gündə biz bu əziyyəti çəkməzdik, bu boyda sürünməzdik. Yəni onların günahı ucbatından oldu. Tovuz İcra Probaş şöbəsi rüşvət almadan heç bir məhkəmə qərarını icra eləmir. Həm iddiaçıdan, həm cavabdehdən pul tələb eləyir. İddiaçıdan işin az müddət ərzində icra olunmasını rüşvət qarşılığında həll eləyir. Cavabdehdən isə işin icra olunmamasını, illərlə uzadılmasını üçün rüşvət tələb olunur. Kim çox pul verirsə, onun məsələsi onun xeyrinə öz əlini tapır. Misal üçün, demək olar ki, ikinci dəfə həmin işlə bağlı 8 iyul 2025-ci il tarixdə Tovuz rayon məhkəməsi müvəqqəti təminat tədbiri haqqında 47 saylı qərardat qəbul elədi. Torpaqdan istifadə olunması Pənah Vilqar Məzahiroğlu'na qadağan olundu. Qərardat dərhal yenə icra olunması tələbi qoyuldu. Bugün qərardadın verildiyi gündən 211 gün, yəni 7 ay müddət ötür. 7 ay müddətdə İcra Probaş şöbəsi bu haqda heç bir tədbir görmür, görmək istəmir. Bu haqda da bəlkə də demək olar ki, 50-dən 60-dan yuxarı şikayət məktubları ünvanlamışıq. Bütün ali qurumlara şikayət məktubları gedibdi. Təəssüflər olsun ki, həmin şikayət məktublarına heç bir cavab verilmir. Hələ bundan əvvəl, mən əvvəllər də çıxış eləmişdim mediada. Deməli, bu İcra Probaş şöbəsi haqqında danışmaq istəyirəm. 2016-cı ildə Gəncə Apellyasiya Məhkəməsi qərar qəbul elədi, qətnamə qəbul elədi. Yəni mənim lehimə. Mən 8 il vuruşdum, İcra Probaş şöbəsindən vuruşdum. 8 ildən sonra həmin işi, icra sənədini icra elətdirdim. O da mənim şikayətlərimlə, mənim çəkilişlərimlə, nə bilim, bəzi əməllərimlə ondan sonra, o 8 ildən sonra mənim işimi onlar, belə deyərlər, icra elədilər. Bir sözlə Tovuz İcra Probaş şöbəsi pul almasa, rüşvət almasa heç bir işi görmür. İcra Probaş şöbəsinin saxtakarlıq, süründürməsilik hökm sürür. Adi bir misal çəkim. Elə bir adam var ki, 5-10 min manat, Azərbaycan manat deyək, borcu var kiməsə. Həmin adam, həmin o vətəndaş İcra Probaş şöbəsinin məmurunla ortaq məxrəcə gəlir, ona bir miqdar rüşvət verir. Həmin vətəndaş Rusiyaya mı, başqa dövlətə mi bilet alır təyyarəyə. Həmin bilet aldığı gün, uçacağı gün onu sistemdən silirlər. Yəni ki, məhdudiyyət qoyulub onun Respublikadan çıxışına. Məhdudiyyəti bir günlük İcra Probaş şöbəsi bir miqdar pula silir. O, hansı ki, həmin vətəndaş xaricə gedir, çatandan sonra oradan zəng eləyir ki, mən çatdım. Ondan sonra onun məhdudiyyətini yerinə sistemə otuzdururlar. Bu bir cinayətdir, ağır cinayətdir. Bütün Respublikada bunu bilməyən yoxdur. Tək mən bilmirəm, bütün hamı bilir. Həmin vətəndaş da, o alacaqlı vətəndaş da illərlə, aylarla gözləyir ki, nə vaxtsa Rusiyada olan həmin vətəndaş gəlib buna həmin alimenti və yaxud da ki, borcu ödəyəcəkdir. Rusiyada olan insan da bu məsələni bildiyi üçün Azərbaycana təşrif gətirmir. Nəyinə lazımdır? Bu ancaq və ancaq İcra Probaş şöbəsinin məmurunun əməlidir. İcra Probaş şöbəsi də həmin o aldığı rüşvəti həyat yoldaşına qızıl alır, paltar alır, uşaqlarına yemək alır, haram puldur.
bu icra və probaş şöbəsinin məmurlarının əməlləridir. Belə faktlar çoxdur Vaqif bəy, yoxsa bir fakt? Həddindən artıq əgər hər bir vətəndaş istəsə, bunu aydınlaşdıra bilər. Belə ki, icra və probaş şöbəsinə gedirsən, özünü təqdim edirsən ki, mənim filan gecə 5 manatım var. Əgər o məhdudiyyət qoyulan insandan söhbət gedir, məhdudiyyət qoyulan insan yanında gedirsən, orada qiymətləşirsən, mən nə qədər verməliyəm ki, mənim bir günlük məhdudiyyətimi götürəsən, o məhdudiyyəti götürəndən sonra da ki, o vətəndaş sərhədi keçəcəkdir. Sərhədi keçəndən sonra da onun məhdudiyyətini qadib bərpa eləyəcəkdir. Mən Tovuz rayon icra və probaş şöbəsində çoxlarını eşitmişəm. Çox eşitmişəm ki, filan kəs o hansı ki borcludular. Bir şeydə nəzərə çatdırım ki, əgər aliment borcudursa bu adam, aliment borcudursa, yaxşı, bunu nə cür özünə sığışdırır, nə cür vicdanına sığışdırır bu icra və probaş şöbəsinin məmuru. Həmin alimenti alacaqlını allada durur, bu tərəfdən də onu saxta yolla Rusiyaya yola salır. Yəni belə şeylər də var. İcra və probaş şöbəsinin qanunçu əməlləri. Vaqif bəy, bu probasiya şöbəsi Ədliyyə Nazirliyinin tabiidir, yoxsa Bəli, Ədliyyə Nazirliyinin bir demək olar ki, Ədliyyə Nazirliyinin icra baş idarəsi var nəzdində. İcra baş idarəsinin də hər bir rayonda o icra və probaş şöbəsi var. İcra və probaş şöbəsidəki vətəndaşları ən çox incidən bir qurumdur. O qurum elə bil ki, misal deyim bir gün, bir məsələn deyim, tutaq ki, icra və probaş şöbəsinin həyətinə gedirsən, küçədə durursan, gün ərzində ora neçə nəfər girir, neçə nəfər çıxır, elə yaxınlaş deyirsən ki, işin nəcür oldu? Görəsən ki, ora 20 nəfər daxil olubsa, 12-si razı çıxıb, 18-i narazı çıxdı. Bu da elə o bir tərəfindən də belə bir cümlə deyim ki, bu da insanları dövlətə qarşı nifrət oyadır, dövlətə qarşı üsyan hazırlayır həmin məmurlar. Belə bir məsələlər də var. Bu əməllər haqqında, bu olaylar haqqında ali qurumlara çoxsaylı şikayət məktubları ünvanlamışam. Həmin qurumlar həmişə olduğu kimi yenə də şikayətləri tədbir görülməsi üçün Ədliyyə Nazirliyinin Şəmkir Region İdarəsinə ünvanlayırlar. Bayaq birinci cümləmdə dediyim həmin formada. O da ki, yenə deyirəm, o şikayətlər baxılmamış qalır. Prezidentimiz bütün çıxışlarında deyir ki, ictimai nəzarət lazımdır, ictimai nəzarətdə məktubları göndərin, biz məktublara əvvəlki kimi deyil, məktubları gizlədirlər, amma yenə də həmin məktubları gizlədirlər, ali qurumlara çatmasına qoymurlar. İndi mən buradan həmin o məktublarımın o cavabını istəyirəm. İctimai nəzarətəm, fəallardan biriyəm, məmurların da ki, bütün saxta əməllərini bilirəm, məni çağırsınlar, soruşsunlar, mən həmin saxta əməlləri birbaşa onların özlərinə deyim. Nətər ki, Şəmkir Ədliyyə İdarəsində, Regional Ədliyyə İdarəsində 2 dəfə, 3 dəfə mən qabaqki işimlə bağlı olmuşam. Orada da eyni sualları verirlər, eyni ilə belə götürək ki, orada şikayətlərini eləyirsən, o şikayətlə də bağlı demək olar ki, Tovuz İcra və Probaş şöbəsini müdafiə edirlər. Onun saxta əməllərini gizlədirlər. Ali qurumlara onlar özləri yalan informasiyalar verirlər. Tutaq ki, Tovuz İcra və Probaş şöbəsi o saxta işləri görür. Həmin saxta işlərlə bağlı Şəmkir Ədliyyə İdarəsinə məlumat verir. Şəmkir Ədliyyə İdarəsi də aidiyyəti qurumlara yalan informasiyalar verir. Yəni ki, bu yalan üstə qurulmuş bir dənə qurumdur. Təhməni yox, hamını allalırlar bunlar. Əlbir olub dövləti dədəsi yandırırlar da, hamısı əlbir olublar cinayətkarlar. Bəli, əlbir olurlar. Burada yanan kimdir? Yanan kasıb ailələrdir. Yanan hansı ki o uduzan ailələrdir. Yanan o aliment veriləcək insanlardır. Yanan torpağını əlindən alanlardır. Yəni məhkəmələr də belədir. İcra haqqında qanunun 12-ci maddəsi var. İcra haqqında maddənin 12-ci maddəsində göstərir ki, 2 ay müddətinə əgər qərarda
icra probasiya şöbəsinə daxil olursa 2 ay müddətinə bu icra olunmalıdır. Burada başqa bir şey yoxdur. Nə derlər? Gözləmə məsələsi yoxdur burada. Amma bugünkü gündə mənim 47 saylı qərardadımdan 7 ay ötür. 7 ay. Dövlətin başında duranlar. Mən sizdən soruşuram. Əgər 7 aydırsa, mənim qərardadım icra olunmursa, bu icra və probasiya şöbəsi nəyə lazımdır? Torpaq Məcəlləsinin 66-cı, 67-ci maddəsi var. Bir də Mülki Proseslər Məcəlləsinin 139-cu maddəsi var. Həmin maddələrdə göstərilir ki, icarədar məhkəməyə ərizə verə bilməz. Yəni ki, qeydiyyatdan keçməyibsə, məhkəmə icra ərizə verə bilməz. Hakimin biri Tovuz rayon məhkəməsində, hakimin biri deyir ki, icarədar ərizə verə bilməz. İşə xətm edir. İkinci bir hakim, onunla qonşu otaqda oturan hakim isə deyir ki, yox, mülkiyyətçi şikayət verə bilməz, ancaq və ancaq icarədar ərizə verə bilər. Sonra apellyasiya məhkəməsində də eyni ilə. Apellyasiya məhkəməsində yeni getdik, deyir, aidiyyəti üzrə biz baxmamalıyıq buna. Apellyasiya məhkəməsində. Aidiyyəti üzrə göndərdim onu kommersiya məhkəməsinə. Kommersiya məhkəməsində bir gündən sonra təzədən eyni həmin ərizənin bir dənə orada vöyünləri dəyişmək şərtindən kommersiya məhkəməsinə müraciət elədim. 3 gündən sonra kommersiya məhkəməsi qərardat qəbul elədi. Qərardat qəbul elədi ki, sizin bu məzmunda işinizə ancaq və ancaq birinci instansiya məhkəməsi baxa bilər. İcra probasiya şöbəsinə nəzarət olunmalıdır, məhkəmələrə nəzarət olunmalıdır. Yəni, məhkəmələr də, icra probasiya şöbəsi də insanları əzirlər, incidirlər, çox pis hala salırlar. Bu vətəndaşlar da Azərbaycan vətəndaşıdır. Bunları bu boyda incitmək olmaz, bu boyda bunları süründürmək olmaz.